Salam aleykum ilk öncə hər kəsə. Qəbələ rayonu Vəndam qəsəbəsində asfalt yolun tam kənarında. Bir dənə bir söz deyim qardaşım, mən özüm Bakıda yaşayanam. Yayı Qəbələdə torpaq, ev işlə məşğul oluram. Mənə çox adam yazırdı ki, qardaşım Qəbələdə torpaq lazımdır. Sadəcə Bakıda olduğum üçün əlverişli ola bilmirdi deyənə. Özüm məsələn kiməsə yönəldirdim, o da alınmayan şeylər olurdu, biraz problem yaranır. Hal-hazırda Qəbələdəyəm. Özümüzün bir dənə torpağı var, şəxsən özümüzündür. Yəni biri var kimsə ola, yalandan calayasan, bir də var özümüzündür. Bunu inşallah kimsə də alanı da xeyrin versin, satanın da. Alanda da görəsiz. İlk öncə bunu vurğulayıyorum. Yolun tam kənarında. Kirayə tam yararlı vəziyyətdə. Qazı, suyu, işığı, internet xətti, yəni kommunallar hamısı tam qaydasında olan ideal bir torpaq. Bunu da vurğulayayım ki, 20 yanvar metro stansiyasından 210 kilometr məsafədədir. Deməli, torpağımız bu torpaqdır. 5 sotdan ibarətdir. Qiyməti də əvvəldən deyim, dövlət sirri zad deyil. 50.000 manat. Yəni Vəndam qəsəbəsində, Vəndam qəsəbəsi də ki, Qəbələnin ən ideal bir yeridir. Yəni hər bir şeyinə görə də. Dağı görürsünüz. Arkada indi biraz duman var, hava biraz tiskinli şərait olduğu üçün Baba dağı görsənir. Sağ tərəfində Qafqaz sıra dağları, bütün dağlara açılan mənzərələr. Təsvir edin ki, bura bir dənə ev qoyursan, ev birbaşa dağa baxır. İdeal bir torpaqdır. Yəni ideal ha. Yəni yalandan gəlib buradan mən ucuz vari və yaxud da içəridə girdirmə torpaqları çəkmirəm. Həqiqətən çəkdiyim torpaqlar gəlib özünüzlə baxanda görəsiniz ki, danışdığımdan artığı var ki, əksiyi yoxdur. Kim istəsə profilin başlığında nömrə də var və yaxud da Erer əmlak səhifəsindən yığıb deyirsən ki, qardaşım, Rəhmandan gəlmişəm, endirim eləyəcəksən. Cüzü var, indi bacardığımız qədər əlimizdən gələni eləyəcəyik. Tək hər şey ürəyinizdə olsun. Gördüyünüz kimi torpaq budur. Əlavədən nə sualınız, nə bir qulluğunuz olsa 7-24 yazıb yığa bilərsiniz.